Bu bak bari. Kubanın da üstüne xəngəli onu tapmış. Qapdanda qaplanı tığınız eləmiş. Aferin sənə, aferin sənə. Gəldik dünyanın fiziki xəritəsini, düzdürmü? Mən bugün sizə dağlar danışacağım. Bir Avropa, Asiya dağları. Deməli, Avropada yerləşən dağlar. Avropada yerləşən dağlar ilk olaraq müəllimə İtaliyada Alp dağı və Apennin dağı yerləşir. Alp dağının ən yüksək zirvəsi Mont Blanc, Apennin dağının ən yüksək zirvəsi isə Corno Grande'dir. Sonra İspaniyanın yuxarısında Madridin şimalında Pireney dağı yerləşir. Pireney dağının ən yüksək zirvəsi Anito Peak'idir. Ondan biraz aşağıda isə İspaniyanın aşağısında Əndəlüs dağı yerləşir. Əndəlüs dağının ən yüksək zirvəsi Sierra Neveda'dır. Sonra Xəzər dənizinin yanında Qafqaz dağları var. Qafqaz dağının ən yüksək zirvəsi Elbrusdur. O Avropa qitəsi ilə Asiya qitəsini bir-birindən ayıran Ural dağları var. Ural dağının da ən yüksək zirvəsi Narodnaya'dır. Sonra burada gəlir nə? Qaradənizin yuxarısında şimalda Krım dağı var. Krım dağının ən yüksək zirvəsi Roman Koşdur. Ondan biraz yuxarıda buralarda Karpat dağı yerləşir. Karpat dağının ən yüksək zirvəsi Gerxolavka Ştitdir. Sonra Türkiyədən solda, İtaliyadan sağda isə burada bir neçə ölkədən ibarət Balkan yarımadası var. Balkan yarımadasında Dinar dağı var. Dinar dağının ən yüksək zirvəsi Ezerçadır. Sonra Sofyadan biraz özü şərqə doğru, Qaradənizə doğru burada Stara Planina dağı var. Stara Planina dağının ən yüksək zirvəsi Botevdir. Ondan sonra Avropa dağlarına daha doğrusu Asiyadakı dağlara gələk. Yine burada Tibetin yanında birinci olarak Himalay dağı var. Himalay dağının en yüksek zirvesi ya Everest veya Jomolungma'da demək olar. Sonra Pakistanla Hindistan arasında Karakorum dağı var. Karakorum dağının en yüksek zirvesi Chagori. Sonra burada Afganistanın mərkəzində Hindukuş dağı var. Hindukuş dağının en yüksek zirvesi Trichmir Doruk'dur. Bundan biraz yukarı Düşənbə, yani Tacikistanın mərkəzində Pamir dağı yerləşir. Onun da en yüksek zirvesi Kongur. Bir de Səməni Piki de var. İkisi de qəbul olunur. Ondan sonra burada Yapon dənizi sahilində Skoti Island dağı var. Qaradəniz sahilində Pont dağı var. Aralıq dəniz sahilində isə Tabor dağı var. İranda Zagros dağı yerləşir. Zagros dağının en yüksek zirvəsi Deyladır. Bir de Altay dağı var. Altay dağının da en yüksek zirvəsi Beluxadır. Altay dağı bir neçə yerlərə düşür. Məsələn, Qazaxıstan, Monqolistan, Çin. Yəni bir neçə ölkələrin tərkibindədir. Aha, bəli. Sonra Şimal Amerika'ya gələk. Şimal Amerika'da dağ 2 dənədir. Kordilyer, bir de Appalach. Kordilyerin en yükseği burada. Kordilyer McKinley'dir. Appalach'da da Mitchell'dir. Bir de Kordilyer üzrə 3 hissəyə bölünür. Şərqi Kordilyer, qərbi bir də mərkəzi Kordilyer. Qərbi Kordilyer, ümumiyyətlə Kordilyer dağının özünün silsilələri var. Məsələn, sahil silsilələri, Brooks silsiləsi, ondan sonra var Mackenzie dağları, Alaska silsiləsi, Mesopotamiya var idi. Yox, o ovalıqdır. Yox, Mississippi ovalığı var. Mississippi ovalıq. Bəli. Ovalıq. Bunlar Şimal Amerika'ya aiddir. Əla. Çox sağ ol Leyla, çox gözəl bizə dərs danışdın. Təşəkkür edirik. Çox sağ ol. 5 alırsan bugün. Afərin sənə. Təşəkkür ederim. İndi isə mən Azərbaycan relyefini danışacağam. Bəli, buyur Leyla. Deməli, Azərbaycan ümumiyyətlə tam olaraq ölkəmiz Alp-Himalay qurşağının, geosignal qurşağının tərkibinə daxildir. Bəli. Respublikamız Şərqi Avropa litosfer tavası ilə Ərəbistan litosfer tavasının kəsişdiyi, qovuşduğu yerdə yerləşir. Azərbaycan dağlıq ölkə olsa da əslində 60% dağdır, 40% düzənlikdir. Sonra ölkəmizdə orta hündürlük 657 metr götürülür. En yüksəyi Bazardüzü 4466. En kiçiyi isə 27 metr Xəzər dənizidir. Sonra demək, Azərbaycanda relyefinə görə kəskin fərqlənən yerlər var. Bunlara aiddir Böyük Qafqaz, Böyük Qafqaz bura düşür. Kiçik Qafqaz da bura düşür. Böyük Qafqazda, Kiçik Qafqazda, sonra Araz boyu düzənlikdir, Talış dağları, bir də Küraraz ovalığıdır. Bunlar bir-birlərindən relyefinə görə fərqlənirlər. Böyük Qafqaz ümumiyyətlə Taman yarımadasına, yəni Rusiyadan Abşeron yarımadasına kimi 1500 kilometrdə doğru gedir. Şimal-qərbdən cənub-şərqə doğru gedir. Ölkəmizə bunun yalnız cənub-şərq hissəsi düşür. Orada deməli Gürcüstandan başlayır Tinovrosu. Oradan başlayaraq Xəzər dənizindən keçir, Türkmənistana doğru gedir. Ondan sonra bizdə Böyük Qafqazda Baş Qafqaz silsiləsi xüsusi yer tutur. Baş Qafqaz silsiləsində Baba dağı zirvəsindən üzü cənub-şərqə doğru gedir. Orada elə bir ki, cənub-şərqə doğru getdiyi hissədə dağlar daha hündürdür, daha çox parçalanıb. Amma sonra qərbə doğru idi. Digər tərəfə gedəndə artıq orada daha az hamarlanmışdı.
Şahdağ özü, Şahdağın hündürlüyü də 4243 metrdir. Şahdağ özü iki yerə bölünür. O Hinal dağın yanına yaxın, çatmamışa yaxın, orada iki qol ayrılır. Şərqə doğru Murov dağ silsiləsidir. Murov dağında ən yüksək zirvəsi Gəmiş dağıdır. Deyəndə gülməyim gəlir. Gəmiş dağ. Cənub şərqə doğru, bizi cənub qərbə doğru şeyidir. Nə idi onun adı? Cənub qərbə doğru silsiləsi idi. Qarabağ yox, o biri. Uzanan silsilə. Uzanan silsilə. Orada ən yüksək Kəti dağıdır. Kəti dağ, bəli. Bir də cənub qərbə doğru var. Orada Qarabağ silsiləsi. Onun da ən yüksəyi Böyük Kint idi. Bəli. Kint. Böyük Kint dağı. Ondan sonra bunları Kiçik Qafqaza keçək. Kiçik Qafqaz dağı da Kiçik Qafqaz dağında ən vacib yerləri var. Məsələn, onlara aid deməli Ləngəbis silsiləsi, Ələt dirəsi. Orada əslində bilirsən öyrənmişəm. Deməli Ləngəbis silsiləsi bir dənə göstər. Bu Niyal dağdır. Sonra burada Ləngəbis silsiləsidir, burada Ələt dirəsidir. Bunlar xüsusi Kiçik Qafqazın əsas yerləridir. Ləngəbis, Ələt dirəsi. Ondan sonra var deyəcəm. Qobustan alçaq dağlığı var. Bəli. Sonra Yaşma düzü var. Bəli. Bunlar cənub şərqini tutur. Bax Yaşma düzü burada. Qobustan alçaq dağlığı, Yaşma düzü. Sonra şimal şərqində olan yerlər var. Orada da deməli Şollar düzüdür, Samur Dəvəçovalığıdır. Bir də Qusar Maili düzənliyidir. Bunlar da şimal şərqini tutur. Ondan sonra bizdə nələr var? Deməli, dağ buzaqlar var. Bunlar ən çox Böyük Qafqazın 3904 metr hündürlükdən də çox olan yerlərində olur. Bunlara aiddir. Bunları bilirəm. Deməli, Tufan dağıdır, Bazar düzü dağıdır. Bazar düzü ən yüksəkdir. O 4466. Onun yanında Raqdan dağı var. Sonra burada Şah dağı var, Yarı dağ var. Bir də ən aşağı olan burada deməli o Altağızın yanında olmalıydı. Düblər dağı var, 2205. Ən az odur. Bəli. Ondan sonra nələr var idi? Qoy bir saniyə yazmasam. Tələsmə, buyur. Çox qəşəng gedirsən, afərin sənə. Təşəkkürlər. Deməli, dağlar silsiləsi. Bunu dedim, dağlar. Zirvəsinə görə ümumiyyətlə Böyük Qafqaza yerləşən dağlar deyim. Deməli, Bazar düzüdür, Bazar yurtdur. Ondan sonra Tufan dağdır, Şah dağ, Tufan dağ, Bazar düzü, Bazar yurt. Ondan sonra var, Raqdan dağı var, Yarı dağ var. Bunlar Baş Qafqaza nədir? Böyük Qafqaza aid olanlardır. Sonra də var idi orada. Çingiz Mustafa Heydər zirvəsi. Ondan sonra Kiçik Qafqaz. Bunları dedim, sonra şeylər var idi, silsilələr var idi deyəsən. Bir də onlar yadımdan çıxdı deyək. Hadi sağ ol. Deməyi unuttum. Orada Kiçik Qafqaza aid olan dağ silsilələri var. İndi onları deyim bir dəqiqə. Deməli, Murov dağdır, Murğuzdur. Ondan sonra Qubaq idi, sonra Qaftan idi. Sonra Qaraqaya, düz deyirəm. Düz. Qaraqayadır, ondan sonra Qubaqda Təngi var idi orada. Sarı dərə, Darı dağ, Duz dağ, bir də Kükü. Afərin sənə. Afərin. Təşəkkürlər. Nəsə deyəcəyim var başqa əlavə? Xeyr. Çox sağ ol Leyla. Afərin sənə, çox qəşəng cavablar verdin. Bugün yenə 5 alırsan. Uğurlar sənə, afərin. Sağ ol. Demək dedik ki, ölkəmizdə ümumiyyətlə geoxon cədvələ əsasən Kriptozoy eonunun eraları, yəni arxeik proterozoy ölkəmizdə yoxdur. Dedik hansı var? Paleozoy eonunun eraları. Bu hansılardır? Mezozoy, bir də Kaynozoy. Demək Paleozoy, Mezozoy, Kaynozoy. Sonra dedik ki, demək arxeik proterozoy bizdə yoxdur. Sonra gəldik nəyə? Paleozoya. Paleozoyun bizdə dövrləri yoxdur Leyla. Yəni dövr olaraq deyəndə Paleozoy bizdə yoxdur. Məsələn, testlərində belə bir sual var. Deyir ki, hansı dövrün, hansı eranın dövrlərinə bizdə rast gəlinmir? Və yaxud deyir ki, hansı eranın dövrləri çox az yayılır? Demin belə bir taktikası var. Daha az yayılmaq o demək ki, yəni yoxdur. İmtihana dedin, daha az yayılıb, daha azdır. Bu yoxdur mənasında istifadə olunur. Yəni, paleozoyun dövrləri bizdə yoxdur. Sadəcə deyirik ki, paleozoy yaşlılar, yəni qədim suxurlar. Bu da başqa ölkələrdə var, yəni bizdə yoxdur. Bizdən danışır. Bəli, əsas bizdir. İmtihanda bizdən istifadə olunur. Demək dedik ki, qədim suxurlar hansılardır? Dedik, 2 yerdə var. Bir, Naxçıvanda var, Leyla. Bir də ki, Kiçik Qafqazda var. Demək deyirik, Tovuzda Əsrik çay, Zəyəm çay hövzəsidir. Bax, ən qədim suxurlar. Tovuzda Əsrik çay, Zəyəm çay.
Bir də Naxçıvanda dedik ki, Dərələyə silsiləsindən Sədərək qalxmaz. Yaxşı, 2 yerdə var. Sonra gəldik nəyə? Mezozoin dövrləri. Mezozoin 3 dənə dövr var. Trias, Jura, Tabaşi. Trias ancaq Naxçıvandadır. Bax bu istilə ancaq Naxçıvanda. Yadında nəyə saxlayırsan? Jura demək Kiçik Qafqazında, Böyük Qafqazın da yüksək dağlıdır. Bax. Hə, Kiçik Qafqaza aid olan dağ silsilələri var. İndi onları deyim bir dəqiqə. Deməli, Murov dağdır, Murğuzdur. Ondan sonra Qubaq idi, sonra Qaftan idi. Əla. Sonra Qaraqaya, düz deyirəm. Düzdür. Qaraqayadır. Ondan sonra Qubaqda təngi var idi orada. Aha. Sarı dərə, Darıdağ, Duzdağ, bir də Kükü. Əla, aferin sənə. Aferin. Təşəkkürlər. Əla, nəsə deyəcəyim var başqa əlavə? Xeyr. Çox sağ ol Leyla. Aferin sənə. Çox qəşəng cavablar Çox sağ ol. verdin. Bugün yenə 5 alırsan. Uğurlar sənə. Aferin. Sağ ol. Demək dedik ki, ölkəmizdə ümumiyyətlə Gerxon cədvələ əsasən kriptozoy eonunun eraları, yəni arxaik proterozoy ölkəmizdə yoxdur. Dedik hansı var? Fanerozoy eonunun eraları. Bu da hansılardır? Mezozoy, bir də Kaynozoy. Aha, demək paleozoy, mezozoy, kaynozoy. Sonra dedik ki, demək arxaik proterozoy bizdə yoxdur. Sonra gəldik nəyə? Paleozoya. Paleozoyun bizdə dövrləri yoxdur Leyla. Yəni dövr olaraq deyəndə paleozoy bizdə yoxdur. Məsələn, testlərində belə bir sual var. Deyir ki, hansı dövrün, hansı eranın dövrlərinə bizdə rast gəlinmir? Və yaxud deyir ki, hansı eranın dövrləri çox az yayılır? Demin belə bir taktikası var. Daha az yayılmaq demək ki, yəni yoxdur. İmtihana dediyiniz daha az yayılıb, daha azdır. Bu yoxdur mənasında istifadə olunur. Yəni, paleozoy dövrləri bizdə yoxdur. Sadəcə deyirik ki, paleozoy yaşlılar, yəni qədim suxurlar. Bu da başqa ölkələrdə var, yəni bizdə yoxdur. Bizdən danışır. Bəli, əsas bizdir. İmtihanda bizdən istifadə olunur. Demək dedik ki, qədim suxurlar hansılardır? Dedik 2 yerdə var. Bir, Naxçıvanda var, Leyla. Bir də ki, Kiçik Qafqazda var. Demək deyirik, Tovuzda Əsrik çay, Zəyəm çay hövzəsidir. Bax, ən qədim suxurlar. Tovuzda Əsrik çay, Zəyəm çay. Bir də Naxçıvanda deyirik ki, Dərələyə silsiləsindən Sədərək qalxmazdır. Yaxşı, 2 yerdə var. Sonra gəldik nəyə? Mezozoin dövrləri. Mezozoin 3 dənə dövr var. Trias, Jura, Tabaşi. Trias ancaq Naxçıvandadır. Bax, bu istilə ancaq Naxçıvanda. Yadında nəyə saxlayırsan? Jura demək Kiçik Qafqazında, Böyük Qafqazın da yüksək dağlıdır. Bax, Jura, Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlıdır. Tabaşi isə Böyük Qafqazın və Kiçik Qafqazın orta dağlı hissələrini əhatə edir. Yaxşı? Buralar. Aysa. Sonra gəldik demək nəyə? Gəldik Kaynozoya. Kaynozun 3 dənə dövr var. Paleogen, Neogen, Antropogen. Bəli. Demək, Paleogen bizdə hansı ərazidədir? Yadında saxla əsas. Dedik ki, bax, Talış dağlarındadır, bax bu hissədə. Və Naxçıvanda bax bu hissədə var. Yaxşı, Paleogen. Qismən də Qobustan ərazisində, Qobustan Abşeronda var. Neogen deyəndə Qobustan Abşeron, sonra Böyük Qafqazın cənub-şərq hissəsi, yəni Qusar Maarifçən, testlərində var Qusar Maarifçən. Bir də ki, Acnohur, Ceyrançol ərazisi. Yaxşı? Bəli. Sonra demək gəldik nəyə? 4-cü dövr suxularına, yəni antropogen suxular. Antropogen isə yadına salın. 4-cü çökmə deyirsənsə çökmə, düzən ərazilərdir. Bir də var 4-cü vulkanik suxur. Vulkanik suxur deyəndə sən bilirsən ki, Kiçik Qafqazda vulkanlar var, sonra sönmüş vulkanlar. Demək, vulkanik suxurlar Kiçik Qafqazda həm sönmüş vulkan var, həm də Bölüşük, Gəlin, Qaya, Əla. Həm də deyirik nə var, Leyla? Demək, sönmüş vulkan və deyək, vulkanik suxurlar. Bir də yadında saxla, vulkan olmayan, vulkanik suxur olan yerlər var. Naxçıvandı və necə vulkansız vulkan yoxdur, amma vulkanik suxur var. Bax, testi qarşılaşır. Vulkanik suxurlar var. Çünki əvvəllər Tarqəd zonunda həm necə vulkan olub. Sonra yoxsullara qalır. Demək, dedi harda oldu? Vulkanik suxur testi Naxçıvanda, Talış dağlarında, bir də ki, Kiçik Qafqazda. Sadəcə fərqlə Kiçik Qafqazdan vulkanı var, sönmüş vulkanı, həm də vulkanik suxur var. Təkcə əvvəllər var. Ay, sağ ol. Və dedi ki, 4-cü o çökmə suxurası, məsələn, bax, Küraz ovalığıdır, sonra Mir düzüdür, Muğan düzüdür, Şirvan düzüdür, Cənub-Şərqi Şirvandır, sonra Yaşma düzü, Samur dəvəçidir. Daha sonra məsələn deyə bilərik hansı düzü, məsələn Gəncə Qazax düzüdür, Qarabağ düzüdür və s. və laxır. Burada nədir? 4-cü dövrün çökmə suxurlarıdır. Demək dedik ki, Azərbaycanın faydalı qazıntılarını. Ümumiyyətlə faydalı qazıntılar 3 yerə ayrılır. Filizlər, qeyri-filizlər, bir də yanar
mənşəli faydalı qazıntılar. Demək, filizlər əslən dağlıq ərazidə olur. Biz deyirik ki, filizlərin olması üçün maqmatik su olmalıdır. Kiçik Qafqaz ərazisində maqmatik sular olduğuna görə burada filiz faydalı qazıntılar daha zəngindir. Həmçinin Naxçıvan ərazisində. Ancaq biz keçən demişdik ki, Böyük Qafqazda dağ olmasına baxmayaraq maqmatik suxur yoxdur. Hansı suxurlar var? Çöl mənşəli suxurlar var. Ona görə də Böyük Qafqazda əsasən deyirik hansı tipdir? Ayrıca qeyri-filizlər daha çox üstünlük təşkil edəcək. Və yanarlar isə əsasən Qobustan, Abşeron ərazisini əhatə eləyir. Belə deyək. Yadında bir şey var, istisnab nədir? Demək, Talış dağlarında nə filiz yoxdur, nə qeyri-filiz, nə yanar mənşə. Yəni, Talış dağlar istisnadır. Testlərdə məsələn, heç nə yoxdur, nə filiz, nə qeyri-filiz, nə də ki, deyirik nə? Demək, yanar mənşəli. Düzdürmü? Və dedik ki, ümumiyyətlə, əsasən filizlər harada oldu? Kiçik Qafqazda, Naxçıvanda, qeyri-filizlər demək Böyük Qafqazda. Heç bir olmayı Talış dağlarında dedik nə yoxdur? Heç biri yoxdur, düzdürmü? Sonra gəldik demək nəyə? Dedik ki, ümumiyyətlə ölkəmizdə əsas birinci yanardan başlayır. Yanar deyəndə yanar şisti, neftli qaz. Yanar şisti çox az yayılıb. Demək, İsmail ərazisində, qismən də Qobustan ərazisində. Sonra neft və qaz. Neft və qaza görə deyilən ölkəmizin əsas ixrac etdiyi ehtiyatdır. Neft yataqları həm quruda var, həm də ki, deyirik dənizdə var. Həmçinin qazda. Demək, deyirik ki, neft yataqlarımız əsas məsələn dənizdə olanlar Azəri, Günəşli Çıraq, Dan Ulduzu, Əşrəfi. Daha sonra məsələn deyirik ki, məsəl üçün quruda olanlardan hansılar misalı göstərək, məsələn Pirallahını göstərə bilərik və sair verir. Düzdürmü? Sonra qaz yataqlarımız isə quruda da var, dənizdə də var. Deyirik ki, Gürgan, Zirədir, Qobustandır, düzdürmü? Sonra bunlar quruda olanlardır. Şahdənizlə də ümid deyirik hansıdır? Dənizdə olanlardır və Şahdəniz yatağı xaricilər gəlir bura investisiya qoyur və oradan ehtiyatı mənimsizlər. Bir də yadında saxlayırsan nəyi? Qaz yataqlarından bağlı Bakı, Ərzurum, Bakı, Ərzurum qaz kəməri çəkilir. Bakı, Ərzurum, Türkiyə ərazisinə doğru gedir. Və dedik ki, neft yataqlarımızda isə, sonra neft yataqlarımızda isə demək, Bakı, Novorossiyski var. Sonra Bakı, dedik ki, Supsa var. Və Bakı, Tbilisi, Ceyhan var. Bakı, Gürcüstan, Türkiyə, Araq dəniz sahilinə doğru gedir. Və yadınız olar, bütün bu dediklərimiz hamısı Kaynozoy yaşlıdır. Yəni, Kaynozoy belə deyək, antropogen, dönüz dövrdür. Yalnız iki dənə neft yatağı var, yadında saxlayırsan. Biri demək deyirik ki, İmişli rayon ərazisindədir. Bir də deyirik ki, Küdəm rayon ərazisindədir. Demək, Molla kəndlə Muradxanın neft yataqlarıdır. Bunlar Mezozoy yaşlı testdə var. Molla kənd, Muradxanın bunlar Mezozoy. Qalan hamısı bizdə Kaynozoy yaşlıdır. Sonra gəldik nəyə? Demək, filizlərə. Filizlər deyəndə ən çox ölkədə daş kəsəndir ki, yəni bütün demək ki, filizlər burada yerləşir. Demək, qızıl yataqlarımız var. Harda? Deyirik ki, Kəlbəcərdədir, sonra deyirik Zəngilanda var, bir də Gədəbəydə var. Gədəbəy deyirik Qoşadır, Aysol, Zəngilanda Vecnəlidir, Kəlbəcərdə isə Kəlbəcərdə Zod və Qızılbulaqdır. Sonra gəlir Daşkəsəndə demək Alinit var, Alinin filizidir, Zəylik yatağındadır. Sonra Daşkəsəndə dedik Dəmir filizi var, hansılardır? Cənubi Daşkəsən və s. Sonra gəldik nəyə? Demək, Gədəbəy deyirik mis yataqlarda və Qaradağ mis yataqlarımız var. Daha sonra xromit yataqları var Kəlbəcər rayon ərazisində və Laçında. Sonra gəldik demək nəyə? Dedik ki, polmetallar var. Polmetallar isə hardadır? Deyirik ki, məsəl üçün Gümüşlüdür, Mehmanadır. Sonra burada Böyük Qafqazda potensial yataqlar var. İstifadəsi hələ ki saxlanır, amma istifadə olunacaq. Məsələn, Balakən Zaqatal zonası ərazisindədir. Məsələn, Katex çaydır, sonra məsəl üçün Mazım çaydır və s. və axır. Sonra demək gəldik nəyə? Daha sonra məsələn molibden yataqlarımız var. Molibden şəraitində budur. Parağa çaydır, Diyaqçay, Paraçay, yəni Ordu-Batı rayon ərazisində. Sonra dedik ki, civə yataqlarımız var. Demək məsələn Kəlbəcər, Laçın zonasında Şorbulaqdır, Ağ yataqdır, Löhçaydır və s. Demək belə. Sonra dedik ki, ümumiyyətlə bizdə mərmər yataqları da var. Mərmər 3 yerdə var. Qubada Çəhrayı mərmərdir. Sonra dedik ki, Ağ mərmər, Kəlbəcərdə, bir də ki, Naxçıvanda qara mərmər. Yaxşı. Şərurdadır, belə deyək. Dedik ki, demək Qubadadır və hardadır? Daşkəsən rayon ərazisindədir. Sonra demək bunlar oldu nələr? Filizlər. Bir də qeyri-filizlər indi gəldik. Qeyri-filizlər deyəndə məsələn Goranboy rayon ərazisində var Ağzakənd gips yatağı. Sonra demək Qazax rayon Daşsalahlı kəndində bentonit gili var. Daha sonra deyirik ki, məsələn
küçük yataqlarımız var. Daha sonra məsələn var hansı yataqlarımız? Məsələn, demək deyirik ki, məsəl üçün Hacıvəli Hökməli kvars qumları var. Daha sonra məsələn duz yataqlarımız var. Naxçıvanda Duzdağ, Nehrəm, sonra çökmə duzlar var Böyük Qafqaz ərazisində. Abşeronda belə alınır həmin duzlar. Daha sonra qeyd elədik, demək bunları dedik. Məsələn, sonra dedik ki, məsələn, sement var, sonra seolit var. Baxın, bu ərazidə görürsən, seolit var. Bax, bu da onların işarəsi. Bu da oldu nə? Demək, qeyri-filiz faydalı qazanır. Dedik ki, Taşdağında heç bir qeyri-filiz, nə də qeyri-filiz, nə də yanar yoxdur. Sonra gəlin mineral bulaqlara. Demək, Naxçıvanda dedik hansılardır? Badamlıdır, Çıraqdır, Bayxırdır, Darı dağdır. Sonra Talışda dedik ki, məsələn, Domuz Ütəndir, Meşə sudur, Qotur sudur. Sonra dedik ki, Kəlbəcərdə isti sudur. Sonra dedik ki, Şuşada hansılardır? Tursu, Şırlan, İsa, Aysal. Daha sonra məsələn dedik ki, Qubada hansılar idi? Demək dedik ki, Qubada oldu məsələn Xarçı, sonra məsəl üçün Mazlum çaydı və s. və axır. Sonra demək gəldik nəyə? Daha sonra məsələn molibden yataqlarımız var. Molibden şərəsi də budur. Paraqat çaydır. Diyaqçay, Paraçay, yəni Ordu-Batı rayonu ərazisində. Sonra dedik ki, civə yataqlarımız var. Demək məsələn Kəlbəcər, Laçın zonasında Şorbulaqdır, Ağ yataqdır, Löhçaydır və s. Demək belə. Sonra dedik ki, ümumiyyətlə bizdə mərmər yataqları da var. Mərmər 3 yerdə var. Qubada Çəhrayı mərmərdir. Sonra dedik ki, Ağ mərmər, Kəlbəcərdə, bir də ki, Naxçıvanda qara mərmər. Yaxşı. Şərurdadır, belə deyək. Dedik ki, demək Qubadadır və hardadır? Daşkəsən rayonu ərazisindədir. Sonra demək bunlar oldu nələr? Filizlər. Bir də qeyri-filizlər indi gəldik. Qeyri-filizlər deyəndə məsələn Goranboy rayonu ərazisində var Ağzakənd gips yatağı. Sonra demək Qazax rayonu Daşsalahlı kəndində bentonit gili var. Daha sonra deyirik ki, məsələn küçük yataqlarımız var. Daha sonra məsələn var hansı yataqlarımız? Məsələn demək deyirik ki, məsəl üçün Hacıvəli Hökməli kvars qumları var. Daha sonra məsələn duz yataqlarımız var. Naxçıvanda Duzdağ, Nehrəm, sonra çökmə duzlar var Böyük Qafqaz ərazisində. Abşeronda belə alınır həmin duzlar. Daha sonra qeyd elədik, demək bunları dedik. Məsələn, sonra dedik ki, məsələn sement var, sonra seolit var. Baxın, bu ərazidə görürsən, seolit var. Bax, bu da onların işarəsi. Bu da oldu nə? Demək, qeyri-filiz faydalı qazanır. Dedik ki, Taşdağında heç bir qeyri-filiz, nə də qeyri-filiz, nə də yanar yoxdur. Sonra gəlin mineral bulaqlara. Demək, Naxçıvanda dedik hansılardır? Badamlıdır, Çıraqdır, Bayxırdır, Darı dağdır. Sonra Talışda dedik ki, məsələn, Domuz Ütəndir, Meşə sudur, Qotur sudur. Sonra dedik ki, Kəlbəcərdə isti sudur. Sonra dedik ki, Şuşada hansılardır? Tursu, Şırlan, İsa, Aysal. Daha sonra məsələn dedik ki, Qubada hansılar idi? Demək dedik ki, Qubada oldu məsələn Xaşı, Cimi, Xaltan, Bum Qəbələdə idi. Bum Qəbələdə idi. Sonra Qaxda İlisu var idi. Sonra Bədo İsmailidaydı. Sonra məsələn sonra dedik ki, məsələn hansı ərazilərimizdə var? Şabranda var idi, Qalaltı. Sonra gəldik demək nəyə? Mineral bulaqlarda. Sonra məsələn Laçında Minkənd var. Belə deyək. Və bunlar. Bunlar da oldu nələr? Bir də Abşerondası Şıq, Suraxan. Bir də oldu nə? Mineral bulaqlar. Bu da Azərbaycanın faydalı qazıntılardır. Çətin deyildi. Hələ, təşəkkür edirəm. Uğurlar. Demək biz təkcə tələbə ilə dərs keçmirik. Aradıq təbii ki, çay fasiləsi. Təşəkkür edirəm çaya görə. Leyla. Siz də sağ olun. Sizinlə içmək böyük şərəf. Yəni tələbəmlə çay içirik. Həqiqətən yaxşı oxuyur. Və ona görə onunla bu çay diyetini eləməliyik. Çünki bugün o 5 alıbdır. Sizin sayənizdə. Xoşdur, gözəl, xoşdur. Nə deməksən Leyla? Neçə bal görürsən özündən? Necə olacaq imtahan? Məncə yaxşı olacaq. Yəni belə gözəl müəllimə olanda adam rahat olur. Aha. Belə ümumi 450 falan gözləyirəm. Ay maşallah, yığacaq. Coğrafiyada 100-ü keçəcək də. Hə, coğrafiyada mən də 120-130 falan düşünmüşəm. Allah. Düşünün ki, Leyla hələ bir ay olmayıb da, bir ay olubdur, qoşulub. Yəni çox yəni gec başlamışıq. Amma əminəm ki, o bir şey çünki əsas deyirik ki, kəmiyyət deyil. İnsan istəsə məncə hər şeyi. Ayşə, çünki əsas kəmiyyət deyil, keyfiyyətdir və Leyla artıq bu sözü daha da anlayır. İmtihana əsas düşən mövzular var. Hansı ki, o mövzulara xüsusi diqqət ayırır. Ümumiyyətlə, yadda saxlayın ki, çox oxumaq deyil, planlı oxumaq. Əsas mövzular oxumaq daha məqsəd olun ki, daha yaxşı nəticə alaq.
Hə Leyla. Bəli. Gözəl Leyla. Onu mən də bir yerdə oxumuşdum. Bir dənə türk deyirdi. Deyirdi çox yox, verimli oxumaq lazımdır. Bəli. Yaponiyada elə belə deyirsən. Bəli. Bilirsən necə? Yəni müəyyən bir zamanda, məsələn, uşaq var ki, deyir müəllim, mən tutaq ki 10 saat, 6 saat oxudum. Bu heç bir nəticəsi olmur. Niyə? Çünki o 6 saatda beyin çox yorulur. Amma sən bilirsən ki, məsələn 1 saat oxuyacaqsan, o 1 saat daha verimli edə bilərsən Leyla. Yada saxla ki, daha verimli olması üçün nə etmək lazımdır? Daha çox çalışmaq lazımdır. Əziz abituriyentlər, həyəcanlanmayın. Artıq imtahana cəmi 1 ay qalıb. Bugün ayın 17-sidir. Hamınıza uğurlar. Hamıya uğurlar. Narahat olmayın. Bir müəllim olaraq yanınızdayım. Çalışdığım qədər bu imtahana qədər hər bir mövzunu, ən əsası düşən mövzuları, qəbul tipdə olanları çalışacağım həm Instagram hesabımızda, həm də YouTube'da paylaşım ki, girib izləyəsiniz və hansı mövzu olacaq, hansı ki, hər il qəbulda olan, hər il qəbula düşən mövzular sırf onların izahı olacaq. Bu da məndən sizə kiçik bir jest olsun. Çalışın videoları izləyin. Hər mənimə eləmə. Qədim Çalışın ki, hər videomuzu izləyin. Həqiqətən qeydlər götürün. Əgər bu mövzuları yaxşı bilmişsinizsə, açın, təkrar oxuyun. Çünki bu mövzular lazım olur. Sonra ayın 24-ü imtahandan sonra gəlib videonun aşağısına yazmayın ki, məsələn, müəllim siz demişdiniz, biz nəzərə almadıq. Bax, sonraki peşmançılıq fayda vermir. Hə? Leyla, mən demişəm, Leyla dediklərimi etdiyi üçün özdə indi ayın 24 mayda bunun bəhrəsini inşallah ki görəcək və biz 24 mayda da alındığı qədər Leylanı görüşəcək. Olmasa 25 mayda Leylanı görüşüb Leylanın təəssüratlarını sizinlə bölüşəcəm. Mən Leyla inşallah. Bir ay sonra bu videonun sonu yenidən yazarıq və bir ay sonra artıq imtahandan sonra Leyla bir də yaxşı düşünün, yaxşı olsun. Bəli, yaxşı düşünmək də lazımdır və əminəm ki, çox gözəl nəticələrimiz olacaq. Çünki əsas sizləri deyirik, sənəndə də işləyirik. Narahat olmayın, həyəcanlanmayın, imtahana az qalıb bilirəm. Amma bu sizi qorxutmasın, çünki imtahan sadəcə bir sınaqdır, keçmə olduğunuz bir mərhələdir. Sizi qarşıda tələbəlik həyatı gözləyir, gözəl günlər gözləyir. Yəni, unutmayın ki, bugünün əziyyəti sabahın bəhrəsidir. Yəni, nə qədər əziyyət olsa, o qədər də bəhrə olacaq. Hə? Bəli. Əla. Bizdən bu qədər. Sağ olun. Hələ.